3 yaşına qədər uşaqların bağçaya qoyulması məsləhət görülmür. Yəni mən də görmürəm. Niyə görə? Çünki uşağın bu dövr anaya bağlılıq dövrüdür. Əgər ana vaxtı varsa, mənim bu sadaladıqlarım, necə deyim, oyunları, fəaliyyətləri onun yaşına uyğun şəkildə onunla keçirə bilirsə, təşkil edə bilirsə, yəni ana işləmirsə, ana özü də maarifli olmalıdır. Uşaq inkişafı ilə bağlı, uşağın inkişafına uyğun onu izləməlidir. Nələr etmək lazımdır? Məsələn, bu dövr nitq inkişafı üçün önəmli dövrdür. Uşağın nitqini inkişaf etdirmək, onunla ünsiyyətə girmək və bunu öyrətmək üçün müxtəlif oyunlardan istifadə edə bilər ana. Uşağı gəzdirmək, ətraf aləmi müşahidə etdirmək. Yəni bunu ananın özünün etməsi daha yaxşı olar. Çünki bu dövrdə uşağın daha çox sevgiyə, qayğıya ehtiyacı olur və bu dövrdə olan uşaqları bağçaya qoyanda bir tərbiyəçi müəllimi, yəni məcburdur 15 uşağa öz diqqətini versin, düzdürmü? Amma ana sadəcə öz uşağına diqqətini verir və bu sadaladığım bilik bacarıqları da uşaqda formalaşdırırsa, bu daha gözəldir. Yox, əgər ana işləyirsə, yəni bunu edə bilmirsə, onsuz da uşağın inkişafında, yəni geriləmə olacaqsa, əlbəttə bağçaya qoyub faydalana bilər.